Hoş gördük ve formalar mövzusunu davam edirik. Əvvəlcə biz filtrasiyaya toxunacağıq. Cədvəlləri keçəndə filtrasiyadan bir balaca danışdım. Yəni bax burada filtrasiya edirdik. Eyni əməliyyatları formalarda da eləmək olar. Açırıq formanı. Sadəcə olaraq burada görürsünüz başlıqlarda burada işarələr yoxdur. Onun üçün bu əməliyyatı belə edirik. Və tutalım ki, bu cədvəlin içində yalnız armudu saxlamaq istəyirik. Sağ düyməni basırıq burada. Məhz bu xanada sağ düyməni basırıq və görürsünüz ravno armud, yəni armuda bərabərdir. Bastıq, görürsünüz armud qaldı. Filtri yığışdırmaq üçün, yəni bütün qalan məlumatları qaytarmaq üçün da 3 üsul var. Birinci, və buradan snap filter, smalın adı, yəni filtri yığışdır. Bastıq, qayıtdı. İkinci üsul. Və buradan basırsınız, filtr özü qayıdır. Və üçüncü üsul. Və buradan filtrə basırsınız, qayıdır hər şey. Əgər həmin əməliyyatı bu xanada eləsəz, və burada, tutalım ki, armud yox, ştrik kod qrafasında, yəni 4 rəqəmin qabağında kursoru yerləşdirib sağ düyməni bassaz, görürsünüz, artıq bu xanaya aid olan elementlər çıxır. Yəni bərabərdir 4-ə, ravno 2-dir. Basırsınız, yenə də armud qalır. Yəni baxır kursor hansı xanadadır. Amma filtri qaytarmaq, elə bastınız filtr qaytar. Sonra necə eləmək olar əməliyyatı? Və burada düymə var. Filtr. Görürsünüz, yazıb filtr. Bastınız və cədvəldəki olan kimi pəncərə çıxır. Burada tutalım ki, almanı saxlamaq istəyirsiniz, qırmızı görürsünüz, ştrik kod 1-dir. Yığışdırdınız, 1-i bastınız. Okey, alma qırmızı qaldı. Filtri bastınız, hər şey qayıtdı. Baxır kursor burada hansı qrafadadır. Əgər bu xanaya görə filtrasiya eləmək istəyirsiniz, ayın 20-sinə, ayın 20-si qalsın. Bizdə 2 məlumat görürsünüz, ayın 20-sinə var, 2 məlumat 21-nə. Kursor burada yerləşdirirsiniz. Filtr və burada seçirsiniz, tutalım ki, ayın 20-sini. Yalnız 20-sinə aid məlumat qalır. Axırıncı sətrə dedim ki, aradakı ulduz var, heç vaxt fikir vermir. Yəni o boş sətirdir. Qaytarmaq istəyirsiniz, filtr bastınız, qayıtdı. Sonra burada nə etmək olar? Sağ düyməni basanda fikir veririz. Burada belə bir menyuda var. Tekstovi filtr, mətin filtrləri bərabərdir, bərabər deyil. Hərfdən başlayır, filan hərfdən başlamır. Mətnin içində nəsə var, nəsə yoxdur, belə deyək. Hansı hərfə qutarır və hansı hərfə qutarmır. Tutalım ki, biz burada armudu filtrasiya eləmək istəyirik. Məsəl üçün, sağ düyməni basırıq və burada necə eləmək olar? Tekstovi filtr seçirik və burada fikir veririz. Başlaya bilərik. Bax, bu komandına kinayətçisi hansı hərfdən başlayır? Düzdür, indi A eləsək, burada alma da var. Düzdürmü? Getməyəcək. Ona görə burada belə eləmək olar. Zakançıvıcına hansı hərfə qutarır? Yəni bizdə D hərfinə qutarır armud. Başqa mallarda D hərfi yoxdur. Ona görə burada yığırıq zakançıvıcına və burada D hərfini yığırıq. Görürsünüz, armud qaldı. Filtri yığışdırdıq. Sonra burada nə eləmək olar? Bax, armud görürsünüz, başqa mallarda yoxdur. Var MU. Armudda MU. Belə eləmək olar. Bax, burada qoyaq. Sağ düyməni bastıq. Mətin filtrləri və adın içində nə var? Bax, burada yığırsınız. MU. Yəni, bütün mallar hansın ki, adının içində MU birləşməsi var, hamısı burada görsənəcək. Hal-hazırda bizdə bir dənə armuddur.
Görürsünüz armud qaldı. Yenə filtri yığışdırıram. Görürsünüz cürbəcür variantlar var ki, filtrasiya eləyəsiniz. Görürsünüz 4, 6, 8 hələ burada da var. Yəni cürbəcür variantlardan filtrasiya eləmək olar. Və malları əlifba sırası ilə düzə bilərsiniz. Bizdə bütün mallar A hərfi ilə başlayır. Cəmi 2 maldır, alma, armud. Amma burada var, görürsünüz. Belə də eləmək olar, yəni buradan da eləmək olar. Sağ düyməni basıb, buradan da eləmək olar. Görürsünüz. Yəni sortirovka A-da ya, bu vazirastan, yəni A hərfindən ya hərfinə qədər əlifba sırası ilə gedir. İndi Azərbaycan ilə gedir A-dan Z hərfinə qədər. Və başlayaq ola bilər, Z-dən A-ya qədər. Bu belə. İndi bir dənə də forma yaradaq. Bu forma gördüyünüz kimi sətirlə yığılır. İndi bir dənə də forma yaradaq bu cədvəlin üstündə, amma məlumat sütunla daxil olunacaq. Gəliz görə bunu necə eləyirik. Əməliyyat eynidir. Keçən dərs elədiyimiz kimi, yəni bu formanı necə eləmişik? Birə birdir. Bir cəzədən fərq var. Çağırırıq ustanı, master forum. Bütün kanalları seçirik, keçirdik bu tərəfə, dali və burada lentin əvəzinə vadin stalbet, yəni sütunla. Və burada gəlirik, cədvəlin adını qoyaq, deyək ki, ambar gəl, deyək ki, ST, ya sütun, ya ST qoyaq. Orada Ü hərfi var, ola bilsin, işləməsin. Ambar gəl, ST, yəni sütunla yığılan ambar. Bastıq, qatova və belə bir forma yaranır. Gəliz tez bunun dizaynı düzəldək. Keçirik konstruktora. Buranı bağlayaq. Mətin Times New Roman. Keçdik formata. Seçirik buradan Times New Romanı. Times New Roman. Şrift hərlik 12. Rəng qara. Bu hamısına aiddir. Yığışdırdıq. İndi burada fonu yığışdırırıq, eləyirik ağ. Burada eləyirik yağlı. Shift 20. Rəng qırmızı. Bu başlıqdır. Bir balaca dağıtırıq aşağı. Bunu belə eləyə bilərik. Ambar. Gəldi burada dəyişmək olar Azərbaycan dilinə. Gələn mal. Burada elə sütun. Yığaq, sütun. Düz bunu yazmasanız da olar. Ambar gələn mal da olsa olar. İndi belə. Böyütdük. Ki yerləşsin bir sətrə. Belə elədik. Belə qaldırdıq. Buradan biraz qaldırdıq belə. Burada qaraldırıq. Ortaya yerləşdiririk. Belə yağlı eləyirik. Və çərçivənin içində salırıq. Çünki çərçivənin içində deyil. Sağ düyməni bastıq. Xüsusiyyətlər, maket. Maketdə burada svertonka görürsünüz eləyirik. Bir punkt. Belə olsun. Baxırıq görək nə alınır. Və görürsünüz ambar gələn mal sütundan və kursor birinci yazda deyəndə görürsünüz 4-dən 1. Axırıncı yazıya gəlmək üçün, daxil etmək üçün bu işarəni basırsınız. Görürsünüz yazı pustaya zapis. Boş yazı. Eləyirsiniz və buradan məlumatı daxil edirsiniz. Ola bilər sifarişçi desin ki, mən istəmirəm burada bu işarəni basıb, elə bu formanı açan kimi boş yazı çıxsın və boş yazıda mən məlumatı daxil edim. Bunu da eləmək olar. Yəni əvvəlki yazılar nə daxil olub bu günə qədər orada görsənməsin. Bunu da eləmək olar. Görək necə eləyirik. Gəliz keçək konstruktora. Burada gəliz bir dənə qiyməti dəyişək. Deyək ki, eləyək ə hərfi qiymət. Çünki bu artıq yazılardır. Burada olar eləmək.
Belə. Elədir. İndi nə edirik? Pəncərələri bağlayaq. Boş yerdə sağ düyməni basırsınız. Xüsusiyyətlər. Və burada keçirik verilənlərə danlayı. Və burada belə bir qrafa var. Vod danlıq. Yəni verilənləri daxil etmək. Və burada net əvəzinə da eləyirik. Yəni yox əvəzinə bəli eləyirik. Ya buradan üç bucaqla seçirsiniz danı, yaxud elə netin üstündən 2 dəfə belə tıklayırsınız. Da olur. İndi fikir verirsiniz, qaydırıq. Görürsünüz, burada artıq birdən birdir. Yəni 4 yoxdur. Və kursor axırıncı yazıda durur. Yəni boş yazıda durur. İndi buradan daxil eləmək olan nəsə. Gəz daxil et. Tutalım ki, ştrix kod 5, 5-ci malımızdır. Malın adı olsun. Deyək ki, qarpız. Gəlib, məsəl üçün 23-ü deyək ki, 100 kilo qiyməti də olsun, deyək ki, 1 manat. Keçdi növbəti xanaya, enter. Ştrix kod deyək ki, olsun 6. Malın adı olsun yemiş. Bu malda gəlib ayın 23-ü. Deyək ki, o da 100 kilo qiyməti olsun, deyək ki, 3 manat. İndi bax, burada fikir verir, görürsünüz, 2 yazı var. Əgər tutalım ki, qarpızda və nəsə çaşıbsızsa, qayıda bilərsiniz dala. Bax, bu işarə ilə qayıdır qarpızda. Tutalım ki, 100 kilo gəlməyib, deyək ki, 120 kilo gəlib. Düzəltdiniz. Düzdürmü? Amma bu formanı bağladınızsa, gəliz bağlayaq. Artıq onları dəyişə bilməyəcəksiniz. Fikir verirsiniz. İndi həmin formanı açaq. Görürsünüz, gəndə bir-bir yazın. Artıq o məlumatlar, qarpıza və yemişə aid olan məlumatlar burada görsənməyəcək. Onları görmək üçün gərək bu formanı açasınız və görürsünüz, qarpız yemiş burada yerləşib. 120 kilo, 100 kilo. Burada məlumatlar var. İndi belə bir şeydir sizə göstərim. Tutalım ki, bu forma. İndi baxmaq istəyirsiniz, bir şeydir. Baxmaq istəyirsiniz, bu cədvəldə oturub oturmayıb. Yəni formadan daxil edirik. Cədvəldə var, yoxdur, yoxdur. Gəliz açaq. Görürsünüz, bütün o verilənlər artıq cədvəldə də oturub. Çünki forma cədvəlin üstündə qurulub. İndi bir şey də sizə göstərim. Gəliz bir malda daxil eləyək. Açıram. Malı bir mal daxil eləyək. 7-ci kod, ştrix kod. Malın adı qoy olsun. Bilmirəm nə daxil eləyək. Deyək ki, əncil. Əncil. Gəlib qoy olsun. Qoy bu da olsun 23-ü. Gəlib deyək ki, 10 kilo. Qiyməti deyək ki, 5 manat. Enter bastıq, keçdi növbəti yazıya. İndi baxırıq, burada mal var, yoxsa yoxdur. Görürsünüz, burada yoxdur. Nəyə görə? Biz gərək bu iki forma ilə cədvəli bağlayaq, təzədən cədvəli açaq ki, onu görək. Yaxud, yəni əlaqə olmalıdır da, yaxud hər dəfə bağlayıb açmaq istəmirsinizsə, keçirsiniz cədvələ və burada belə bir əmr var. Obnovit все, yəni yenilə. Bunu basan kimi fikir verirsiniz. Görürsünüz, əncil gəldi. Yaxud da cədvəlləri və formaları bağlayıb təzədən aça bilərsiniz. Amma bunu eləməmək üçün hər dəfə indi buradan mal yığdınız, bağladınız, təzədən açdınız, gəldi bağladınız, elə bu düyməni basırsınız, məlumat yenilənir. Bugünə bu qədər. Gələn dərsdə başqa üsullardan söhbət açacağıq. Yəni, ustadan başqa, master formdan başqa belə üsullar da var. Yəni, forma, konstruktor form, pustaya forma. Sonra burada görürsünüz, 3 dənə forma var. Onlardan danışacağıq. Amma yenə də deyirəm, bu əmrə
nisbətən, yəni master form, ustaya nisbətən bu formalar belə deyək, daha belə deyək, daha narahatdır. Yəni bu çox rahat əmrdir. Yəni dediyim kimi işimizin elə bir 80-85%-ni bu komanda ilə, bu əmrlə yerinə yetirmək olar. Burada gərək hər şey demək olar ki, əllə eləyəsiz. İndi gələn dərsdə buna baxacağız. Diqqətinizə görə çox sağ olun.